Martın 1-nə olan ən son informasiyalara əsasən ermənilər tərəfindən həyata keçirilmiş hərbi cinayətlərlə bağlı son statistikalar dilə gətirilib və bildirilib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan yenidən qurma və digər infrastruktur layihələri çərçivəsində aşkar olunmuş kütləvi məzarların sayı 23-ə yüksəlib və kütləvi məzarlıqlardan 187 nəfərin qalıqlarının aşkar olunduğu və ekshumasiyanın həyata keçirildiyinə dair informasiyalar açıqlandı. Bütün bu məlumatlar isə detallı bir şəkildə itkin düşmüş şəxslərlə bağlı onların axtarışlarının qiymətləndirilməsini özündə ihtiva eləyən hesabatın həyata keçirilməsinə dair tədbirdə öz əksini tapdı və qeyd olundu ki, ümumiyyətlə işğaldan azad olunmuş Azərbaycanın əzəli torpaqlarında ümumilikdə itkin düşmüş şəxslərin 3900-dən çox şəxslə bağlı 11.000-dən çox onların yaxınlarının olduğu ehtimal edilən şəxslərdən bioloji test nümunələri götürülüb ki, həmin test nümunələri əsasında da kütləvi məzarlıqlardan aşkar olunmuş şəxslərin qalıqlarının ekshumasiyası və onların artıq bundan sonraki mərhələdə şəxsiyyətlərinin müəyyənləşdirilməsinə dair proseslərdə istifadə olunması nəzərdə tutulurdu. Və bundan sonraki mərhələ üzrə isə qeyd olunan əsas statistik göstəricilər arasında Ermənistanın hərbi cinayətlərinin nəticələrinin bugün də təəssüflə davam etdiyi vurğulandı və bildirildi ki, məhz bunun nəticəsidir ki, artıq 2-ci Qarabağ müharibəsindən sonraki mərhələdə də xeyli sayda insan, ümumilikdə isə 71 nəfər minanın qurbanı olub və mina təhlükəsi hələ də davam etməkdədir. Məhz bunun nəticəsi olaraq da Ermənistan tərəfinə bu barədə rəsmi Bakıdan müraciət ünvanlansa da və əsaslı tələblər irəli sürülsə də qarşı tərəf hələ də mina xəritələrini təqdim etmir və bununla yanaşı məsələ itkin düşmüş və əsir götürülmüş Azərbaycan Respublikası vətəndaşları ilə bağlı qiymətləndirmə prosesinin də sürətlə davam etdiyi bildirilir və bu məqsədlə də ICMP beynəlxalq şirkəti ilə birlikdə iki tərəfli əməkdaşlığın stimullaşdırılması ilə əlaqədar olaraq da yerli mütəxəssislərə beynəlxalq təcrübənin əxs olunması istiqamətində proseslər davam etdirilir və ICMP-nin də dəstəyi ilə əsasən bu qiymətləndirilmə həyata keçirilir və işğaldan azad olunmuş ərazilərdə bu kütləvi məzarlıqların aşkar olunması prosesi kifayət qədər çətin olduğu vurğuladı və əfsuslar olsun ki, vaxtı ilə həmin ərazilərdə mövcud olunmuş qəbirstanlıqların belə tamamilə talan edilməsi və viran qoyulması nəticəsində vaxtilə orada yaşamış həmvətənlərimiz həmin ərazilərə gedən əsnada da həmin qəbirstanlıqların yerini müəyyənləşdirməkdə və tapmaqda kifayət qədər çətinlik çəkirlər. Ermənistanın hərbi təcavüzü təkcə Azərbaycan xalqına qarşı deyil, eyni zamanda onların insanlığa qarşı laqeydlik və biganəyə özünü öz insanlarına qarşı da büruzə verməkdədir. Bunun ilkin nümunəsi isə artıq Xankəndidə 5 aya yaxındır vəfat edən yaşlı bir erməni qadının timsalında özünü büruzə verməkdədir və ən son informasiyalar burada açıqlandı ki, həmin şəxsin səhhəti ilə bağlı Azərbaycan Respublikası eyni zamanda Qızıl Xaç Komitəsi ilə mütəşəkkil tərəfdaşlıq və hazırlıq tədbirlərinə baxmayaraq həmin şəxsin mövcud durumu ilə bağlı onun ailəsinə informasiya ötürülməsinə cəhd edilməsinə rəğmən rəsmi İrəvandan bu barədə konkret bir açıqlama verilməyib və cəhd göstərilməyib. Bunun nəticəsidir ki, həmin yaşlı şəxs artıq 5 aya yaxındır ki, Xankəndi şəhərində vəfat edib və onun qalıqlarının artıq təhvil verilməsi istiqamətində Ermənistan tərəfindən kompleks addım həyata keçirilmir. Bu da məhz elə Ermənistan tərəfinin insanlığa qarşı biganəliyi nöqteyi nəzərindən xüsusilə vurğulanan bir arqument idi və qeyd edeyim ki, ICMP beynəlxalq şirkətinin əsas nümayəndəsi rəhbər olan Katrin Berber açıqlama verdi ki, bundan sonraki mərhələdə itkin düşmüş və əsir götürülmüş Azərbaycan Respublikası vətəndaşlarının yaxınları, onların ailə üzvləri ilə bağlı kompleks şəkildə görüş keçiriləcək və onun da məhz paytaxt Bakıya səfər etməsinin başlıca səbəbi də həmin şəxslərin yaxınları ilə birbaşa görüşlərdə iştirak etməkdir. O bunu isə bundan sonraki mərhələdə rəsmi İrəvanla Bakı arasında ehtimal edilən sülhün əldə olunması üçün mühüm töhfə kimi qiymətləndirdiyini açıqladı. Real komandası olaraq hadisələrin gedişatını izləməkdəyik, siz də Realı izləməkdə qalın.